Montenegronun əhalisi dinə bağlıdır. Küçələrdə və meydanlarda gəzərkən hər addım başı bir kilsəyə rast gələ bilərsiniz. Əhalinin böyük hissəsi pravoslav xristiandır. Lakin burada müsəlmanlar və katoliklər də yaşayır. Hətta desək ki, ölkədəki ən böyük azlıq qrupunu müsəlmanlar təşkil edir, səhv olmaz. Montenegronun orta yaş həddi 30-dur və bu, ölkənin gənc dövlət kimi qiymətləndirilməsinə səbəb olur. Ölkədə kişilərin orta ömrü 73, qadınların isə 78-dir. Dünya üzrə orta insan ömrü isə hazırda 68-dir. Montenegro vətəndaşlarının əksəriyyəti Mərkəzi Avropanın müxtəlif ölkələrindən bura köç ediblər. Ölkədə həddindən artıq spirtli içki istifadəsinə yaxşı baxılmır. Bunu bir qürur məsələsi kimi qəbul edirlər və çox içən insanları sevmirlər. Bu baxımdan Litva və ya İrlandiya kimi ölkələrdən gələnlər Montenegronun spirtli içkiyə münasibətinə alışmaqda çətinlik çəkə bilərlər. Ancaq qəribə bir paradoks var ki, içkiyə qarşı bu qədər sərt münasibət bəsləyən Montenegro xalqı turizm mövsümündə çimərliklərdə demək olar ki, hər şeyə icazə verir.